Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Televiziya aparıcısı və müxbir kimi fəaliyyət göstərən 23 yaşlı Diana Trujillo xəbər çəkilişinə gedərkən ağır yol qəzası keçirib və həyatını itirib. Günün xəbərləri xarici mediaya istinadən xəbər verir ki, hadisə aparıcının motosikli ilə evdən çıxaraq çəkiliş yerinə yollandığı vaxt baş verib. Güclü leysan səbəbindən önünü görməkdə çətinlik çəkən Diana yol kənarında dayanmış taksiyə yüksək sürətlə çırpılıb. Qəza anında təhlükəsizlik qaydalarına əməl etmədiyi və təhlükəsizlik qayışını bağlamadığı müəyyən olunub. Zərbənin təsirindən motosikl kaskası başından çıxaraq uzağa düşüb. Ağır xəsarətlər alan gənc jurnalist xəstəxanada 3 gün davam edən müayinələrdən sonra həyatını itirib. Qeyd edək ki, Diana Trujillo bir neçə ay əvvəl peşəkar fəaliyyətindəki uğurlarına görə Qızıl Mikrofon mükafatına layiq görülmüşdü.